Bağlanış mərasimi Şəki şəhərində Semli Gül ustası Lütfəli Abdullayevin adını daşıyan küçədə görkəmli aktyorun büstün açılışı ilə başlanıb. Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Milli Teatr və Kino sənətinin görkəmli nümayəndəsinin yubiley tədbirinin doğulduğu torpaqda Şəkidə keçirilməsini şəhərin mədəni həyatında çox əlamətdar hadisə kimi dəyərləndirib. Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq Teatr Festivalı çərçivəsində Azərbaycan mədəniyyətinə, teatr sənətinin inkişafına bütün varlığı ilə xidmət edən, kinomuzun inkişafına böyük töhfələr verən Lütfəli Abdullayevin 100 illik yubileyinin keçirilməsinin böyük sevinc olduğunu diqqətə çatdırıb. Bildirib ki, Lütfəli Abdullayev çox qısa, lakin son dərəcə zəngin bir ömür yolu keçib. Yaşadığı 59 il ərzində fitri istedada, yüksək səhnə mədəniyyətinə malik sənətkar kimi özünə məxsus təkrar olunmaz üslubda canlandırdığı son dərəcə koloritli, rəngarəng obrazlarla Azərbaycan teatr tarixinə və kino salnaməsinə yeni parlaq səhifələr yazıb. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Lütfəli Abdullayevin 100 illik tədbirləri keçirilməsi haqqında imzaladığı sərəncamla bağlı olaraq biz il ərzində Lütfəli Abdullayevlə bağlı Bakı şəhərində, Respublikanın bütün regionlarında keçirilən tədbirlərə sanki bir son nöqtə vuracağıq. Mərasimdə iştirak edən digər qonaqlar da görkəmli Gül ustasının həyat və rəcığına nəzər salıblar. Mən çox şadam ki, Şəkidə son vaxtlar bir-birindən gözəl musiqi festivalları, teatr festivalları, caz festivalları keçirirlər və Şəkidə bu mədəniyyət həyatı çox aktivdir. O doğrudan dahi bir aktyor idi. Lütfəli müəllim, deyərdim, Azərbaycanın Chaplinidir. Yəni komik ampluada ona çatan olmaz. Unudulmaz aktyorun övladları da atalarının xatirəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Bizim ailənin ən böyük arzumuz odur idi ki, Şəkidə atamın doğulduğu şəhərdə və çox sevdiyi bir şəhərdə bu abidə olunsun. Cənab Prezident sərəncam verib və bu sərəncamın əsasında bu heykəl qoyulub. Əlbəttə ki, mən hamıya böyük minnətdarlığımı bildirmək istəyirəm. Sonra mərasim Şəki Dövlət Dram Teatrında davam edib. Əvvəlcə tədbir iştirakçıları teatrın foyesində görkəmli Gül ustasının həyat və rəcığından bəhs edən fotosərgi ilə tanış olublar. Sonra yubiley tədbirinin iştirakçıları festivalın sonuncu tamaşasını Dövlət Musiqili Teatrının yaradıcı kollektivinin ifasında Əbdürrəhim bəy Haqversiyevin Kimdir Müqəssir 2 hissəli komediyasını izləyiblər. Qeyd edək ki, tamaşadan sonra kollektivə festivalın təşkilatçı qurumlarının diplomları təqdim edilib. Bununla da Mədəniyyət və Turizm Nazirliyi, Şəki şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən Şəki 1-ci Beynəlxalq Teatr Festivalına yekun vurulub. Pərvanə İmanova, Nigar Davudova, Vüqar Mirzəyev, Mədəniyyət xəbərləri.